İşinin adamı studiyadadır. Kimdir işinin adamı? İşinin adamı Seyid Bağırovdur. Apply Uni şirkətinin, hansı ki xaricdə təhsil şirkətidir bu, rəhbəridir və həm də məşhur Qolat şirkəti. Bugün isə Seyid qardaşla biz Apply Uni'dən danışacağıq. Seyid, zəhmət olmasa mikrofona yaxın əyləş əziz qardaş. Onsuz da ilk dəfə deyil, yetər qədər də studiya təcrübəm var və Seyidin də şirkətləri maşallah olsun 6-cı dəfə keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində, hansı ki Bakı Expo mərkəzinə baş tutacaq. 300-ə yaxın şirkət orada öz xidmətlərini, məhsullarını təqdim edəcək. Onlardan da biri həm Apply Uni'dəki, həm də ki Qolat. Qolat da var da, yox? Var. Seyidi salamlayırıq. Salam olsun bütün izləyicilərə. Çox sağ olun. Necəsən? Yaxşıyam, siz necəsiz? Mən qardaş, bu yaxınlarda bilmişəm ki, bu məşhur Apply Uni var ha. Bu sən demə bizim Seyidin şirkətidir. Ona görə də zəhmət deyilsə, biraz şirkət haqqında ətraflı bizə məlumat. O qədər məşhur deyil mənə gəlir. Yox, mən tanıyırdım. Şirkəmi bilmirəm. Mən necə oldu söhbət? Əziz dostlar, deməli bizim bir balaca sərgidə iştirak edən şirkətlərə şirkətlə balaca bir xidmətimiz var. Apply Uni'də görürəm ki, Seyid də orada var. Zəng gəlmişəm, Seyid, tanımırsan şirkəti? Onların səhifəsində səni görmüşəm. Dedim, bəlkə qonaqdır, dostlardır. Deyir, başa düşməm, mənim şirkətimdir də. Deyəm, doğrudan deyirsən. Sadəcə maraqlı oldu aslında. Seyidin bu qədər maksimum təvazökar olmağı məni də təəccübləndirir ki, bu qardaş belə təvazökar ola, necə hələ də bu qədər işləyir, yaxşı komanda, peşəkar komanda, gül kimi yerdə ofisi var, bir səhmanı var. Yəni, bilmirəm necə alındırırsan bunu, amma əhsən, hamı səni çox istəyir. Ona görə də uğurlar işlərində. Başlayıq Apply Uni'dən. Demək, necə yaxşı oluruq və yaxud yaxşı uğurlu ola bilirik. İlk öncə komandama təşəkkür edirəm. Sizin vasitənizdən onlara minnətdaram ki, mənimlə birlikdə bu yolda sağlam addımlarla irəliləyirlər. Kamran, çox sağ olun ümumiyyətlə şirkətimiz haqqında müsbət fikriniz üçün. Apply Uni xarici təhsil şirkətidir, amma biraz... Apply gedir ha bu? Bəli, Apply. Yəni müraciət etmək deməkdir əslində ingiliscədə. O mənada. Bəli. Uni isə universitetin qısaldılmışıdır. Xaricdə təhsil. Bəli, bəli. Amma bizim biraz fərqimiz var. Mən 2013-cü ildən Almaniya təhsil almışam və oradan təhsil alıb qayıtdıqdan sonra belə bir fürsət düşmüşdü. Hansı ki biz bu işə başladıq. Bu işdə biraz Azərbaycanda təbii ki çoxlu uğurlu şirkətlər var və biraz da açıqcası düzgün iş aparmayan şirkətlər var. Mən onları da bildirməliyəm. Amma uğurlu olanlar da var. Sağ olsunlar, bu sektorda bərabər çalışırıq. Bizim, Kamran bəy, fərqimiz biraz belə də izah edim mən sizə. Biz normal xarici təhsil şirkəti deyilik. Necə? Qəribə tonlarda. Biz normal... Necə? Necə? Normallığınızla hansı anormallığı əhatə eləyir? Biz standart artıq 2017-ci ildən bu tərəfə xarici təhsil şirkəti necə işləyir? Siz gəlirsiniz, bir universitet seçirsiniz, Amerika, İngiltərə, Almaniya, Türkiyə fərq etməz. Siz ona bir xidmət haqqı ödəyirsiniz və həqiqətən bu adam o biznesi yerinə yetirmək üçün o pula ehtiyacı var, bunu edir. Amma 2013-17-yə qədər bu məndə biraz çətin alındı. Çünki xidmətə qarşı ümumiyyətlə yanaşma ölkədə biraz fərqli idi və s. Biz fikirləşdik ki, artıq bu ekskluzivlik fikri ağlımıza gəldi və biz bütün universitetlərlə işləməyəcəyik dedik özümüzə. Və hər ölkədən bir neçə universitet seçim etdik və onların üzərində fokus olduq. Məsələn, Polşada biz 2 universitet, 3 universitet, hətta indi isə 2 universitet, Almaniyadan 2 universitet, Macarıstandan 1 universitet, əlimizdə yalnız ekskluziv universitetlər var. Yəni, bu nə deməkdir? Bu universitetlər çox normal universitetlərdə dünya reytingində yerləri var, top 90-da olan var, 150-də olan var, yəni 300-də, 400-də olan da var, o başqa. Biz Azərbaycanda yerləşən xaricdə təhsil şirkətlərinə qəbul verən bir şirkətik. Belədir. Azərbaycanda yerləşən xarici təhsil fəaliyyəti göstərən şirkətlərə biz həmin adlarını deyə bilərəm əslində. Bu universitetlərin tutaq ki, Vizca Universiteti Polşadan, Münih Business School Almaniyadan. Yəni, yerli Azərbaycanda bəzi şirkətlər var, hansı ki onları mən gedib alıramsa, əslində onlar da sizdən alırım. Bəli, amma... Bəs niyə sizin gəlib qapını döymürlər? Yox, bizim Azərbaycanda işlədiyimiz 100-ə yaxın xarici təhsil şirkəti var. Ay maşallah. Yəni, amma belə deyək də, biz limitliyik. Bizim əlimizdə 6-7 universitet var, onların əlində dünya universitetləri var. Yəni, biz sadəcə özümüzə
bəs demişik. Yəni okey, bu qədər universitetlə çalışsaq bizə kifayətdir. Hansı ki, daha yaxşı xidmət vermək üçün. Biz bu xarici təhsil şirkətləri ilə çox ciddi əməkdaşlıqlarımız var. Yəni həmin universitetlərin, məsələn, tutaq ki, Miskolc Universiteti Macaristanda 2 aydır başladıq onlarla ekskluzivliyə. O universitetin ölkə nümayəndəsiyik. Biraz xahiş eləyəcəm, bax bu adını çək, 6 universitetdə xaricdə dedin. Bəli, yəni ekskluziv olduğumuz 6 Bax bu var. eksklusivlər var ha. Biraz da özəllikləri haqqında danışarsan ki, qoy maarifləmdə bilmək olmaz və Bəli. hansı yaş kateqoriyası. Bəli. Məsələn, mən ciddi bu gün iş adamları tanıyıram, dövlət qurumunda çalışan yaxşı vəzifəli dostlar tanıyıram ki, onlar bu yaşda belə öz karyeralarını diqqət ayırırlar. Bəli. İri rəqəmlər illik ödəyib təhsillərini artırırlar. Əla, gözəl sual. Biraz bu informasiyanı da ver. Mən əslində çox Bax elə tələbələrinə bir mən oldum. rahat misallar verəcəm. Baxın. De gəlsin. Tutaq ki, Macaristanda yerləşən Miskolc Universiteti 1725-ci ildə qurulan bir universitetdir. Təsəvvürsüz? 1700. Bəli. Adamlar 18-ci əsrdə. bəli. Başqa şəhərlərdə olub və sonunda bu şəhərdə yerləşiblər. Son neçə 100 ilə yaxın yəqin ki. Nədir məsələ burada? Baxın, bizim fərqimiz, biz bu universitetlərlə bir işbirliyi qurub, biz bunlara ölkədə onların ciddi qəbul şöbəsi kimi fəaliyyət göstəririk. Onların bütün məlumatlarını Azərbaycanda olan şirkətlərə, həmçinin tələbələrə birbaşa məlumat veririk. Onların təqaüd imtahanını təşkil edirik. Onlar ümumiyyətlə xarici təhsil prosesində olan bütün sualların cavabını bizim ofis üzərindən yerli şirkətlərimiz bizim üzərimizdən alır və biz o datanı universitetlə bölüşür və optimal həllər belə deyək də çıxartmağa çalışırıq. Və yaxud da qəbul prosesini bizim üzərimizdən apararaqdan daha belə deyək, təhlükəsiz bir proseslə nəticəni əldə edirlər. Yəni tələbələrinə qəbul alırlar, onlara təqdim edirlər. Həmçinin də biz özümüz bizə müraciət edən öz tələbələrimiz də olur ki, birbaşa bizimlə çalışır. Yəni birbaşa sizlə danışmaq olurmu? Bəli, əlbəttə. Biz həmin tələbələr də bizə müraciət edə bilir və biz onlara da bu xidməti göstərə bilirik. Amma ekskluziv çalışdığımız universitetlərdə biz xidmət haqqı almırıq. Məsələn, hansı ixtisaslar var orada? Hansı fənlər var? Məsələn, mən sizə deyim ki, Polşadan Krakow Universitetində belə deyək də tibb universiteti var. İlk dəfə Azərbaycanda Polşa universitetlərinin, yəni tibbin biz təqdim etmişik hal-hazırda. Polyaklar tibbdə necədirlər? Məncə Avropada yerləşirlər artıq. Siz fikirləşin, yəni çox yaxşıdır. Pis, çox pis. Ola bilər. Almaniya müqayisədə ola bilər. Yəni müxtəlif ixtisaslar var. Mədən mühəndisliyindən maliyyə mühəndisliyinə qədər var. IT, süni intellekt, hüquq, hər cür ixtisaslar var yəni. İndi sual Bəli. gəlib. Elə mən bir dənə WhatsApp sual nömrəmizi xatırladım. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Qiymətlər avro ilə yoxsa manatla? Sual veriblər. Qiymətlər avro oynandı, amma manatla hesablaya bilərik. Yəni təbii ki, Əl çatan qiymətlərdir səy. bəli, məsələn, ümumiyyətlə Cəman bəy, təhsil pullu məsələdir. Yəni bunu artıq Azərbaycanlı gənclər də başa düşməlidir. Amma biz tutaq ki, yenə Polşa üzərindən misal, biz 8 ildir ki, Polşa Universitetinin Bakıda imtahanını təşkil edirik. Bu imtahanda nə var? 3000 avroluk bir ixtisası Azərbaycanlı gənc 2 gün öncə, 7 iyunda bizim imtahanımız var, təsəvvürləyin. 3000 avroluk bir ixtisasdır. Siz orada imtahana İli. Tamam. Siz imtahana girirsiniz. Orada aşağı mesela 2800 avro da var, bazen 2500 avro ixtisas da var, 3100 da var. Bu imtahana girərekten siz İngilis dili və məntiqdən suallara cavab verərək o məsələn 3000 avronu 100% endirimli də əldə edə bilərsiniz. Amma o limitlidir. 2 pulsuz yerimiz vardı, 50% endirim, 60 nəfərə məsələn 30% endirim vardı və iştirak edən hər kəsə tutaq ki, belə deyək də bir 70 nəfərə də 400 avroluk endirimimiz vardı. Yəni siz imtahana girməklə, məntiq və ingilis suallarını cavablamaqla siz belə deyək, yüksək birinci, ikinci yer tursuzda pulsuz oxuyursunuz. Birinci ilə aiddir. İkinci ildə almaq istəyirsinizsə bu belə deyək də endirimi rektorun təqaüdünü qazana bilərsiniz ki, o da sizin qiymətlərinizdən asılıdır. Yəni Get dərsini oxu. Dərs oxu da, ayısı, məsələ budur. İndi biz şirkət olaraq bu kimi xidmətləri, bu kimi belə deyək də fərqli düşüncəni ortaya qoyuruq və yerli Azərbaycan şirkətlərimiz də bizlə mənələ çalışmaqdan məmnundular. Çünki əsas işimiz onlarla işimizi daha yuxarı necə apara bilib, Azərbaycan gəncinə daha necə faydalı ola bilərik, onun üzərində düşünürük. WhatsApp nömrəmizə daha bir sual gəlib. 099 697 907-yə ki, Səid müəllimi salamlayır sizi. Sağ olsun.
Mənə salamladılar. Yox. Yataqxana məsələsində dəstək olursunuz mu? Söhbət, bəli, əslində nümayəndəlik olaraq o bir növ işin əsas hissələrindən biridir yataqxana. Həm valideyni, həm tələbəni maraqlandıran sualdır. Bunu, məsələn, Macarıstan Universitetinin, Miskolc Universitetinin 5 yataqxanası var kampusunda, özüm gəzmişəm. Və tutaq ki, bu mən sizə... Kinolardakı kimidir, orada da belə qəşəngdir. Çox yaxşıdır. Təsəvvür edin ki, yəni, həmin universitetin 5 yataqxanası var və adamların semestrə, Caman bəy, bir semestrə ödədiyiniz məbləğ yataqxana üçün cəmi 800 avrodur. Yəni, normalda bu, məsələn, tutaq ki, Berlində bir ayın ödənişidir yataqxana üçün. Ya da daha çox ola bilər hələ. Çox münasib. Yəni, məsələn, Macarıstan Universiteti bunu çox... Qidalanma daxil olur ora? Xeyr, qidalanma daxil olmur, çünki ümumi olaraq o anlayış yoxdur Avropada. Bir çox halda. Yəni, sizin axı üçün xaricdən gələn tələbələrdir. Siz onlara yeməyi hansı menü ilə verəcəksiniz? Ayda, doğrudan da görünən problem. Amma ümumi bugün günlərdən Hindistan günü, cəmaət ağzı yanır gedir. Bəli, yəni bəlkə də bunu hansısa formada edən universitetlər var, amma çox nadir halda. Hətta neytralı tapmaq çox çətindir. Etiraz ola bilər. Neytral da nədir? Toyuq ətidir, düyüdür. Bəli. O tərəvəzlər və s. Sonra kimsə şikayət edir ki, mən nə qədər bunu yeyəcəm. Doğru. Yəni yataqxana məsələsi ilə bağlı çox haqlıdırlar və universitetlər belə də artıq bunu ciddi bir belə deyək də dəstəkdir. Çünki nəticə etibarı yataqxanası olmayan universiteti seçim etmək də çətindir də. Bu da önəmli bir məsələdir. Onun üçün universitetlər buna ciddi yanaşırlar. Yataqxana dəstəyi veririk. Suala cavab budur. Aydındır. Davam eləyək. Bəli, davam edək. Əslində bizim şirkətlə bağlı biz artıq dediyim kimi bir uzun zaman oldu artıq. Bu 10 ildən çoxdur. 12 ildə artıq sahədə fəaliyyət göstəririk. Düşüncəmiz ümumiyyətlə bu sektorda bu işi ən düzgün şəkildə görməkdir. Yəni düzgün şirkətlərlə çalışmaqdır. Çünki nəticə etibarilə bir tələbənin karyerasıdır, onun ixtisasıdır, onun gələcəyə yön verməkdir. Mən həmçinin özüm də müəllim olduğu üçün bu arada, yəni o kimi məsələlərə ciddi yanaşıram. Azərbaycanda tam səmidim, bəzən bir ara elə olurdu ki, hər kəs hüquq oxumaq istəyirdi, hər kəs məsələn tutaq ki, menecment oxumaq istəyirdi. Biz bir ara valideynlərlə görüşlər keçirib, onların gələcək ixtisaslarında bu olmadığını və s. kimi seminarlar edirik ki, IT var burada, süni intellekt var, bura mühəndislik ixtisaslarına yönəltməyə çalışırdıq. Təbii ki, bu bizim sadəcə konsultasiyalarımız idi. Əks halda heç kimi bu barədə təzyiq göstərə bilmərik və seçiminə təsir göstərə bilmərik. Həmişə çalışırıq ki, universitetlərdən Azərbaycan gənci üçün nə qədər endirim ala bilərik. Biz buna çalışırıq. Və həmin universitetlərin ölkədə ən yaxşı təmsil olunmaları üçün cəhd edirik və hər işimizdə transparent, yəni şəffaf şəkildə işləyirik, həm agentliklərlə, həm də universitetlərlə. Çünki nəticə etibarilə Azərbaycan tələbəsinin reytinqi orada yaxşı olmalıdır, dərsləri yaxşı olmalıdır və həmin ölkənin bazar dediyimiz iqtisadiyyatına inteqrasiya etməsi üçün də mümkün bir şərait olmalıdır orada. En azından ilk getdiyi aylarda, günlərdə ona o dəstəyi verməyə çalışırıq. Bu son vaxtlar xarici təhsildə bir məsələ də var, Caman bəy, onu da mən sizə qeyd edeyim. Artıq viza məsələləri... Xaricdə təhsil şirkətləri show biznesi keçib, vallahi belə çox adam inciməsən. Ona görə də bir tərəfdən də yaxşıdır. Niyə? Artıq pisi yaxşıdan seçmək olur. Əvvəli olmurdu, fikir ver. Ola bilər, yəni hər bir şirkətin marketing stratejisi fərqli ola bilər. Biz düşünürük ki, məsələn... O qədər sən öz çəkinlə eyni tutma, o çəki məsələsi də xarakterdə bir qamət var, bir ağırlıq məsələsi var. Sənin şirkətin bu məsələyə fikir verir. 97% deyər, belə cəsarətlə deyə bilərəm. O qədər bazar vəziyyəti yaradıblar ki, sanki nə bilim, piştaxta arxasında nə bilim, giləmeyvə satırlar. Elədir, əslində baxın. 3 manat bunun üstündən qazan, 100 manat onun üstündən qazan da belə eləmir. Bu prosesdə yəni çox rəy bildirəməyəcəm, amma əslində qarşılaşdığımız məsələlər olub, hansı ki biz müqaviləsini ləğv elədiyim şirkətlər olub. Gör indi gedib necə təqdim ediblər. Sən kimi sakit təbiətdə adam buna şey gəl. O məsələdə ki, ona görə ki, məsələn, tələbə, çünki nəticə etibarilə tələbə şikayətini bildirir universitetə, amma
biz həmin şirkəti axtarıb tapana qədər universitetin nümayəndəsi olaraq bu məsuliyyət daşıyırıq biz. Çünki universitet adına sənədlər verilə bilər, saxta sənədlər verilə bilir. Bəzən hansı ki biz sistemdə baxırıq ki, məsələn Kamranın adı yoxdur sistemdə. Sizdən müraciət olunmayıb əslində. Amma o adam deyir ki, olunub. Yəni bu mövzuya girmək istəməzdim çünki uzun mövzudur. Amma sənin xüsusi bildirmək istədiyin mövzular var. Qısa fasiləni gəl elan edeyim ki, sonra mən sənin nitqin kəsməyəm. Olar? Okey, birazdan eşidilirik. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı davam edir. Bəli, özü də sponsor təqdimatında. Sponsor məlumatı. Nəzərinizə çatdıraq ki, efirimizin sosial şəbəkələr üzrə PR dəstəkçisi Hay Marketing Agency-dir. Hay Marketing Agency çox illik təcrübəni, gənc ruhu, kreativ beyinləri bir araya gətirib 070 924 66 36 nömrəsi ilə zəng edib. Elə şəxsən Hüseyin müəllim şirkətin rəhbəri özü maraqlanır bütün proseslərlə. A-dan Z-yə 360 dərəcədə marketinq deyəndə nə nəzərdə tutulursa, hər birinə bağlı qapı döyə bilərsiniz, müraciət edə bilərsiniz onlara. Təşəkkür edirik dostlarımıza. Həmçinin nəzərinizə çatdıraq ki, efirimizdə əziz bilirəm Çin avtomobili idarə edənlər çoxdur. Həm də Çin avtomobillərin ehtiyat hissələrini axtaranlar çoxdur, aksesuarlarını axtaranlar çoxdur. Topdan və pərakəndə fərq etməz. İFPART sizə kömək edəcək. Şirkət 5 illik təcrübəsi ilə Çində ən etibarlı iş nümayəndəsi kimi çıxış edir. Danışıqlar, alış-veriş olsun, ixrac işləri həyata keçirilir və 050 236 9505 və 050 236 28 82 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Minnətdarıq onlara da. Əziz avtomobil sürənlər, bilirəm ki, maşının gərək yağı çox yaxşı olsun. Ona görə də Türkiyədə istehsal olunan DEV markası sizə dəstək ola bilər. Mini avtomobilləri və ağır texnika üçün mühərrik yağları, soyutma mayeləri, AdBlue sənaye yağları, sürətlər qutusu və hidravlik yağlar təklif edir DEV avtomobil yağları və DEV markası. Məhsullar Avropa standartlarına tam uyğundur. Çox çeşidli məhsullar var. All-Oil şirkəti DEV məhsullarını həm topdan, həm də ki pərakəndə satışla təqdim edir. 099 941 14 14 mühərrikin uzun ömürlü gücü deyir onlar. Təşəkkür edirik bizim sponsorlara. İşinin Adamı davam edir. İşinin Adamı studiyadadır. Yenidən qaldığımız yerdə işin adamından həm söhbət olaq. Səid bizlə birlikdədir. Səid Bağırov öz şirkət haqqında bir daha qısa bir dənə məlumat versin, sonra mənim suallarım var. Deməli, Apply Uni şirkətiyik biz. Artıq 12 ilə yaxında fəaliyyətimiz var xarici təhsil sahəsində. Özü də müəllimdir, Səid müəllimi? Bəli, özü universitet müəllimiyəm, Bakı Mühəndislik Universitetində müəlliməm. Görürsən. Çox sağ olun. Deməli, şirkətimiz daha çox eksklüziv universitetlərlə çalışır. O mənada ki, müqaviləsi eksklüzivdir. Azərbaycanda yerli xarici və özü də Avropa universitetləri. Bəli, Almaniya, Polşa və Macarıstan universitetləri var bizim siyahımızda. Biz yerli Azərbaycan xarici təhsil şirkətlərinə xidmət göstərən bir şirkətik. Təbii ki, tələbələr özləri də bizə müraciət edə bilir. Viza məsələsini kim əldə eləyir bəs? Biz viza işində konsultasiya edirik, 0-dan 100-ə qədər belə deyim. Yəni bizim seminarlarımız olur hər həftə, 2 həftədən bir. Polşa məsələn viza günü, Macarıstan viza günü və Almaniya günü. Onlar gəlirlər, yaxşı sistem qurmuşlar. Gəlirlər, dinləyirlər və eləcə öyrənirlər. Gedib vizanı düzəldirlər. Bu prosesdə bəli, Canan bəy, əslində məsələ necədir? Tələbə bu prosesdə özü nə qədər öyrənərsə və bunu təhsil şirkəti ilə paralel şəkildə bir yerdə etmiş olarsa daha effektiv olur. Yəni bəzən elə şirkətlər olur ki, onlar tələbəni elə arxayın edirlər ki, mən edəcəm. Hayır, narahat olma. Qalqan ölmür. Bu yanlış. Başın xarab dənizə milyon. Bizə görə yanlışdır. Çünki o halda biraz da məsuliyyətli tələbə rahat olur və məsuliyyəti tamamilə ötürür deyək ki, şirkətə. Şirkətdə isə əməkdaşlar çox dəyişə bilir, gedə bilir, gələ bilir və sonuçta o yaddan çıxan bir məqam olur, hansı ki, tələbənin ümumi belə deyək də fəaliyyətinə, prosesə təsir edə bilir. Hansı ki, biz bununla bağlı universitet nümayəndəliyi olaraq çoxlu şikayətlər alırıq. Çünki universitetin adı burada hallanır. Biz araşdıranda görürük ki, hansısa bir şirkət gözdən qaçırmayla deyək ki, tələbənin viza prosesində nəyisə yanlış edib və yaxud da müraciətində nəyisə yanlış edib. Yəni, tövsiyə görürəm, əlbəttə ki,
belə deyək də bu subyektiv fikrimdir. Əgər işləyirsə tələbələrlə, onlarla bunu paralel şəkildə etməyimiz, bütün məlumatları onlara açıq və şəffaf şəkildə bildirməyimiz daha uğurlu ola bilər. Yəni viza prosesinin özü ilə bağlı isə belə deyək də ölkələrdə müxtəlif dalğalanmalar ola bilər. Bəzən hansısa ölkədə viza çətin alınır, bəzən Can günah sizdə deyil, o məsələ. Təbii ki, bizdən asılı deyil. Universitetlər ümumiyyətlə akkreditasiyadan keçməyən bir universiteti heç vaxt mən düşünmürəm ki, normal bir xaritə şirkəti ölkəyə gətirməlidir. Yəni çox üzr istəyirəm, bu yanlış anlaşılma kimi olmasın. Amma yəni burada öz ölkəsində tanınırsa, xaricdən tələbə alırsa, ala bilirsə, o zaman burada da reklama olunmalıdır. Və bunu hər zaman biz deyirik ki, bizim sizə təklif etdiyimiz istənilən universiteti nazirliklə və yaxud da qurumla, hansısa bir qurumla, təhsil agentliyi ilə maraqlana bilərsiniz, siyahıya baxa bilərsiniz və s. və axır. Çünki belə daha düzgündür. Diqqət. Baxın, TKT deyilən bir qurum var. Təhsildə keyfiyyət, Təminat, nəzarət. yorğunam, üzrlü sayın. Təhsildə keyfiyyət təminat agentliyi. TKTA belə yazın. Daxil olun. Orada universitetlərlə bağlı call center zəng edib maraqlana bilərsiniz. Çünki çox təhsil şirkətləri aldadır. Deyir ki, get bu universitetə diplom tanınacaq. Və yaxud çoxu da hətta işbazlar var. Deyir ki, sən mənə bir 500 manat ver, mən bir dost taparam, oradan həll eləyər. Yoxdur elə bir dünya. Baxın, yoxdur. Təbii, yox. Bizim indi yaxın ətraflarda, çevrədə eşidirik, görürük, yoxdur. Rəsmi gedir bu ölkədə bu məsələsi. Ən yaxşı halda belə deyil. Bunun çox dediyiniz kimi çox sadə yolu var. Zəng vurub soruşmaq lazımdır. Bir də ki, bu prosesdə dediyim kimi tələbələr həmişə biz tövsiyə görürük ki, qardaş, bizlə görüşdünüzmü? Məlumat aldınız. Gedin X başqa bir şirkətlərlə görüşün. Onların da məlumatları çoxalın ki, sizi hər hansı bir formada, yəni manipulyasiya edə bilməsinlər prosesdə. Yəni məsələ bu formada formalaşır. Ümumiyyətlə bizim eksklüziv olduğumuz universitetlərdən açıqcası Kamran bəy, biz ödəniş almırıq. Yəni necə yəni? Bəli, ödəniş alırıq. Biz bu commission based hamı bilinən formada çalışırıq. Yəni universitetlərdən necə yəni? Siz necə qazanırsınız? Necə ödəniş almırsınız? Başa düşmürəm. Universitetlərdən alırıq. Bu standartdır. Hamı belə alır. Yox, mən məsələn gəlirəm, məndən almırsınız. Sizdən almırıq da. Hə, nə yaxşı. Yəni amma eksklüzivliyin şərti odur, yəni universitet. Onun üçün mən sizə deyirəm bayaqdan, biz anormal bir şirkətik. Yəni bu proseslərdə bu cür. Yəni səhv anlaşılmasın. Oranı götürüb kəsib təsəvvür elə. Yox, əsla. Hayda. Yəni burasını bir dənə paylaşırlar. Biz anormal şirkəti və şirkətin adı. Sən 5 dəqiqə ərzində biləm ürəyin doludur. Nə istəyirsən, bütün o özün-özə sual ver və de. Çünki çox maraqlı bir sahədəsən. Mən sənin qədər bilgili, savadlı və təcrübəli deyirəm bu sahədə. Özün bilirsən nədən danışmaq lazımdır. Əslində suallarınız məncə ətraflı idi və maraqlı idi. Düşünürəm ki, dinləyici bu özünə cavabları tapdı. Amma mən ümumi tövsiyəm bu olardı ki, xarici təhsil işini görmək istəyənlərinə sözüm yox, çünki onlara biznesə mən öyrədə bilmərəm. Amma tələbələrlə bağlı özüm də müəllim olduğum üçün əslində bu birbaşa təsir edir tələbəyə. Hiss edə bilirəm onların problemlərini. Birincisi, biz belə edirik, ən azından bunu deyim. Tələbəyə dediyim kimi bütün məlumatları tam şəkildə veririk. Və bunu dəfələrlə veririk bu məlumatı. Yazılı şəkildə veririk. Mesajla, e-maillə və s. Səs atırsınız. Və hamısını. Çünki direktdə yazırsınız. Bəli, bir problem çıxanda həmişə o 99 düz görsənməyəcək, o bir səhv görsənəcək. Biz işlədiyimiz konsept şirkətlərə xidmət verməkdir. B2B, yəni business to business. Biz burada şirkətlərin, təsəvvürün Kamran bəy, şirkətlərin əməkdaşlarına bəzən bizim ofisdə təlimlər keçirik ki, bizlə işləyəndə problem yaşamasınlar. Məsələn, bəzən görürəm ki... Hər bir dərdi var. Ciddən, Kamran bəy, məsələn, bəzən görürəm reklam veriblər. Məndən aldığı universiteti elə reklama verir ki... Sən özün onu almaq istəyirsən. Mən özüm almaq istəyirəm. İnşallah, bu belə olmur. Biz belə bir vədimiz yoxdur sizə. Oyda. Çünki başa düşürəm, reklamda diqqət çəkmək istəyirlər. Yaxşı deyirik. Amma bu düzgün deyil. Yəni, tamamilə, məsələn, bəziləri əvvəl vardı. Məsələn, 2 günə sizə qəbul veririk. Bizim universitetdə, məsələn, işlədiyimiz universitetdə. Mən şəxsən indi də deyim, üstündən keçə bilirlərdi. Həmin şirkətə biz 10 günə qəbul verirdik. 2 günə qəbul. Qəzlə? Hə, bəli. Çünki... Səhidə əsəbləşdirməyin, hə. Yox, əslində. Burada məsələ biraz axı... O zaman sizə xidmət haqqı ödəyən tələbə belə deyəcək də, yəni mən sənə pul niyə verirəm? 2 saat alırsınsa mənə qəbul. Biraz da şimdi etikası var da, biznesi var. Yəni əlbəttə elə də yoxdur. Yəni
tələbə də başa düşür ki, xidmət haqqı ödəməlidir, çünki onun işini sən görürsən. Sadəcə bunu normal şəkildə izah etmək lazımdır. 2 günü də yox. Hə, yəni biz ümumiyyətlə biz kökünü əldə etdik, biz pulsuz aldıq. Yəni dedik ki, tamam, bu iş belə işləyirsə biz də belə eləyək. Yəni bu işin şey tərəfi odur ki, ümumiyyətlə eksklüziv çalışdığınız zaman universitetdən sizə şərtləri ağır olur. O şərtlərə görə bu belədir. Normalda yəni pulsuz işləmə heç kim qəbul etməz. Çox çətin işdir. Çox çətin, yəni belə. Mənim tələbələrə demək istədiyim odur ki, son olaraq bu proses özləri işin içinə girsinlər. Tamamilə bizə belə həvalə etməsinlər hər şeyini. Bizi də kontrol etsinlər, soruşsunlar tez-tez ki, mənim komandam ona açıqdır. Rəyləri bildirsinlər, səhvləri bildirsinlər, iradlarını versinlər ya da iradlarını bildirsinlər. Müsbətləri də desinlər amma. Ən son bizim əməkdaşlardan biri dedi ki, müəllim, imkansa onu paylaşarsınız. Deyir ki, biz il ərzində xeyli tələbəyə xidmət göstəririk, vizalarını alırlar, deyir ki, gəlin bir dənə şəkil çəkib paylaşaq, onda gəlmirlər. Deyirəm, bəli, belə adamlar da olur. Mən onun da dediyini deməyə çalışdım buradan. Sizə ümumiyyətlə hər kəsdən, siz ölkədə həqiqətən dəyərli xaritəsiz şirkətləri var, rəhbərlərini də tanıyıram, gözəl işlər görməyə çalışırlar ölkə gəncləri üçün. Bu prosesdə biraz bir-birimizə dəstək olsaq, çünki bu dünyada baş verən bir biznesdir, hər kəs bu işlə məşğul ola bilər, amma hər bir biznesin etikası var, çərçivəsi var. Nəticə etibarilə biz insanla çalışırıq və tələbənin karyerasını necəsə daha optimal şəkildə belə deyək, ona yön verməliyik. Çox az rast gəlinən bir mənzərədir. Normalda son nitqinin son cümləsində başqası olsaydı, yenə də öz xidmətindən tək satış olsun deyərdi, amma Səid belə eləmədi. Mənim sizə bir hədiyyəm vardı universitetdən, əgər icazən olursa. Hansı universitetdən? Polşada yerləşən Vizca Universiteti. Doğrudan? Göndərsən mənə Polşaya? Bəli. Ola bilər. Bayaq ona demək. Nədir hədiyyə? Burada da hədiyyə. Bu bayaqki qabda olan? Təqdim edə O bilərəm. Polşadan gəlib? Qələmdir, dəftər, kitabdır, bu cür şeylərdir. Universitetin adıdır o? Universitetin adıdır, bəli. Baxın bir dənə kameraya göstərək. Buradan? Yox, adını bir görək. Görənlər də Bəli, sağ olun. deməli, elə də yazılır da Vizca Vizca. Yəni girib bir cəmaət baxsın da, maraqlansın. Baxa bilərlər. Yəni bu Bəli. biraz şey olmasın. Məsələn, bir də əgər bir son saniyə, ümumiyyətlə xaricdə artıq şey də var. Yəni belə onlayn təhsil deyə məsələlər də var. Bəzi iş adamları siz bayaq dediniz. Adamlar Diplom tanınmasa da təhsil ala bilirsən. Bəli, bəli. Bu əslində özüm də məsələn bu hal-hazırda təhsil aldığım bir ixtisas var. Diplom özüm öyrənmək istədiyim üçün var. Yəni mən bunu hər hansı formada ehtiyacım yoxdur. Da bundan sonra harasa düzəlmək, diplom təsdiqləyəsə deyilsən ki, məsələn. Təbii də, yəni iş öyrənmək müəyyən sahələrdə, yeni sahələrdə öyrənmək lazımdır. Bunu da yəni bilim ki, bu da təhlükəli deyil. İnsanlar bunu artıq dünyada edirlər. Siz də edə bilərsiniz. Tamam. Təşəkkür edirəm Səid, Mən minnətdaram. təşəkkür edirəm. Xoş idiniz. Səid Bağırov həm Qolat şirkətinin, həm də Əplini şirkətinin rəhbəri. Xaricdə Təşəkkür təhsil edirəm. şirkəti. Minnətdaram. Sağ olun. Sərgidə inşallah Səidin də stendləri olacaq, görüşərik orada. Əziz dostlar, minnətdaram bizi həm izlədiniz, həm dinlədiniz. Sabah yenidən eşidilir Allahın izni ilə və bugünlük deyim ki... İşinin adamı bitti.